Çimərlik mövsümü rəsmi açıq elan edilsə də hava şəraiti bu fürsətdən yararlanmağa imkan vermir. Çimərlik mövsümünün açılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ölkə üzrə bütün ictimai çimərliklərdə fəaliyyət göstərirlər. Təhlükəli ərazilər tərəfimizdən aşkar edilərək, həmin ərazilərdə xəbərdar edici lövhələr yerləşdirilmişdir. Qeyd edim ki, xidmətimiz mayın 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və çimərliklərdən ən təhlükəsiz istirahət vaxtı səhər 9-dan axşam saat 8-ədək davam edir. Ölkə üzrə rəsmi icazə verilən və əhaliyə açıq olan ümumi çimərlik sahələrinin sayı 150-dən çoxdur. Bəs çimərliklərdə hansı təhlükəsizlik qaydaları nəzərə alınmalıdır? Valideynlərə çağırış etmək istəyərdik ki, az yaşlı uşaqlar, 13 yaşına çatmayan uşaqlar yalnız çimərliklərdən valideyn müşayiəti altında istifadə edə bilərlər. Küləkli hava şəraitində küləyin sürəti saniyədə 10 metrdən artıq olarsa, hava qaraldıqdan sonra suya daxil olmaq, qızmar günəş altında fasiləsiz dayanmaq insan həyatı üçün təhlükəlidir. Həmçinin çimərlikləri zibilləmək, balıq ovu ilə məşğul olmaq, xilasetmə texnikası və avadanlıqlarından başqa suya digər hərəkət vasitələrinin daxil olunması da qadağandır. Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin məntəqələrində şəxsi heyətin sayı təyinatına görə dəyişir. Salam. Təşəkkür edirəm. Xidmətimiz saat 9-dan axşam saat 8-ə qədər davam edir və eyni zamanda vətəndaşlarımıza buradan çağırış edirik ki, tərəfimizdən yerləşdirilmiş məhdudlaşdırıcı nişanları ötüb keçməsinlər. Vətəndaşlarımızdan xahiş edirik ki, içkili sərxoş halda suya daxil olmasınlar, xilasedicilərin qanuni tələblərinə riayət etsinlər. Bəli, mövsüm boyu vətəndaşlardan Fövqəladə Hallar Nazirliyinin çağırışlarına və sadaladığımız bütün təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur. Nigar Babayeva, Emin Tağıyev, Telesər.